Xoş gördük sizi Şəfəq xanım. Siz Mingəçevirin əməkçi qadınlarındansınız. Biz istəyirik ki, sizi ictimaiyyətə tanıdaq. Bax, özünüz haqqında məlumat verin. Buyurun. Mən Qurbanova Şəfiqə 1982-ci ildən Azərbaycan İstilik Enerji Sistemində işə başlamışam. Kimya sexində işləmişəm. Kimya sexində işlədiyim müddətdə həmkarların üzvü olmuşam. Qadınlar Şurasının üzvü olmuşam. Sexdə çıxardığımız Divar qəzetinin redaktoru olmuşam. İşlədiyim müddətdə işimin ötəsindən gəldiyimə görə, fəaliyyətlə işlədiyimə görə hər dəfə məni fərqləndirib, mənə fəxri fərmanlar veriblər. Neçə illik əmək fəaliyyətiniz var sizin? 35 illik əmək fəaliyyətim var və işlədiyim sexdə fəal işlədiyimə görə həm yoldaşlarım olub, mənim kimi yaşlı qadınlar olub, cavan qadınlar olub. Rəhbərliyimiz çox gözəl olub. Rəhbərliyimiz bizim möhkəm olduğuna görə, işimiz gözəl olduğuna görə hər bir işin öhdəsindən gəlmişəm. İşlədiyim müddətdə heç bir narazılıq olmayıb, heç kəslə söz-söhbət olmayıb. İşlədiyim müddətdə hamıya əlim çatan qədər kömək eləmişəm. Nəinki hamıya, hətta yoxsullara, atasızlara yardım eləmişəm. Evi olmayana həmkarlarla birlikdə danışıb ev düzəltmişəm. Bəs indi bu əmək fəaliyyətinə çıxandan sonra nə işlə məşğulsunuz? Hal-hazırda əmək fəaliyyətinə təqaüdə çıxandan sonra mən 2000 Mən təqaüdə çıxandan sonra həyatımda boşluq yarandığına görə mən maraqlandım. Maraqlandım ki, Mingəçevir şəhərində yaşam mərkəzi var. Mən də o mərkəzin üzvü oldum. Yaşam mərkəzində çoxlu tədbirlər keçirik, poeziyalar keçirik, müxtəlif dərnəklər var yaşam mərkəzində. Bu dərnəklərdə iştirak eləmək mənim üçün daha xoşdur. İstərdim ki, mənim kimi yaşlı qadınlar, təqaüdə çıxan qadınlar da gəlib həmən mərkəzdə iştirak eləsinlər. Şəfəq xanım, bax sizin 72 yaşınız var. Daha çox hansı nəyə marağınız var sizin? Təbiətəmi, şeirəmi? Mən elə uşaqlıqdan şeir vurğulayan poeziyanı çox sevirəm. Və bu poeziyanın içərisində istərseniz sizin üçün bir dənə şeir danışım. Buyurun. Ulduzlar dağılır uzaqda lay-lay, yenə öz yerində yuvarlanır ay. Fəqət nə calal var, nə də ki hümay, nə ömrə acıyır, nə yaşa dünya. Göylərə baxıram, qapısı bağlı, yerlərə baxıram, bağçalı, bağlı, kainat ixtiyar, sirli soraqlı, sirrini verməyir sirdaşa dünya. Şəfəq xanım, neçə ildir Mingəçevirdə yaşayırsınız? Bax, siz bu İstilik Elektrik Stansiyasının fəaliyyətində də əmək fəaliyyətiniz olubdur. Bax, neçə ildir bu Mingəçevir sizin gözlərinizin önündə yəqin böyüyür, canlanır. Bax, bununla bağlı da bir-iki kəlmə deyərdiniz. Bəli, mən Gədəbəy rayonundan anadan olmuşam. Məktəbi qurtardıqdan sonra mən iş fəaliyyətimə Mingəçevir İstilik Enerji Sistemi olan Qresdə fəaliyyətə başlamışam. Bu demək olar ki, bizim Qres dediyimiz qəsəbə mənim gözlərim önündə genişlənib, böyüyüb, gözəlləşib və şəhərin çox yeri. Mən 50 illik ömrümdə şəhərin çox böyük genişləndiyini, gözəlləşdiyini, şəhərdə gözəl-gözəl tikintilərin artdığını mənim gözlərim önündə tikilib bunların hamısı. Mənim hal-hazırda yaşadığım mənzili mənə işlədiyimə görə iş yerindən, Qresdən veriblər. İndi hal-hazırda mən bu balkonda durub Bozdağa baxıram, bu dağlara baxıram. Bozdağın genişliyi, ölkəmizin, şəhərimizin təmizliyi, səliqəliliyi, hal-hazırda çiçəklənməsi mənim üçün daha xoşdur. Mənzərəli bir yerdə yaşayırsınız da. Mənzərəli bir yerdə yaşayıram, bəli. Balkondan demək olar ki, bütün Qresi seyr edirəm. Bütün Qresdən, hal-hazırda mənim evimdən görsənən Qresin turbalarına baxıram. Yəni xatirələrlə yaşayırsınız da siz indi. Bəli, bugünkü gündə işlədiyim iş yerlərə baxıram, işlədiyim turbalara baxıram, həmən o gözəl gördüyüm günləri xatırlayıram. Çox yaxşı. İşlədiyiniz kollektiv sizi yad eləyirlərmi? Bir sorunçularmı? Görüşürsünüzmü? Bəli, mən həyatımdan çox məmnunam. Ona görə ki, işlədiyim kollektiv bugünkü gündə də öz məclislərində, uşaqlarının xeyir işlərində, yığıncaqlarında daimi məni dəvət edirlər. Mən onların dəvətindəyəm.
O kollektivin içərisindəyəm. Hər vaxt nə olsa mənimlə bir yerdə, sevinclərini mənimlə bir yerdə bölürlər, bayramlarda bir yerdə oluruq. Həyatımdan çox məmnunam. Arz edərdim ki, hamı həyatından ürək dolusu yaşamağı Allah hamıya arz edirəm.